Salam, bizim növbəti dərsimiz təkamül təlimidir. Kreasionizm nədir? Gəlin ilk öncə buna baxaq. Kreasionizm canlıların, yəni insanın ilahi qüvvə tərəfindən yaradılması ideyasıdır. Bu baxışlara əsasən belə orqanizmlər daha mükəmməl və məqsədə uyğundur. Yarandığı gündən dəyişməmişdir. Bu fikirlər 18-ci əsrə qədər belə idi. Yəni 18-ci əsrə qədərki dövrə təsadüf edirdi ki, insanlar canlıları Allah tərəfindən yaradıldığını və bugünə qədər, yəni günümüzə qədər dəyişmədiyi ideyasını ortaya qoyurdular. Karl Linneyin təsnifat sisteminə baxaq. İlk dəfə nisbətən əlverişli süni sistemi yaradan kim olur? Karl Linney. Karl Linney növü canlı təbiətin elementar vahidi hesab edir və onun sistematik kateqoriyalarına daxil olanlar növ, cins, dəstə və sinif idi. Karl Linney sələfləri tərəfindən irəli sürülən iki qat latın adlarını elmə daxil edir. Növü iki adla adlandırır. Ribes rubrum, ribes nigra tərcümələri belədir. Bizim dildə qarağat qırmızı, qarağat qara. Burada sözün birinci sözü, yəni daha doğrusu ribes rubrum sözündə birinci cinsin adını bildirir, rubrum isə növünü bildirir. Ribes qarağat, nigra qara. Linneyin sistematikası bitki və heyvanları müəyyənləşdirməyə kömək göstərsə də, üzvü aləmin tarixi inkişafını əks etdirə bilmir. Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz olduğunu göstərir, lakin sonradan isə növlərin dəyişməsi qənaətinə gəlir. Deməli, Karl Linney elmə daxil etdi iki qat latın adlarını, hansı ki növü iki adla adlandırdı. Belə deyək, məntiqlə də əslində biz desək, qarağat, təkcə qarağat desək, biz cinsi demiş olacaq. Amma mütləq burada qırmızı qarağat və yaxud da qara qarağat deməliyik ki, onun hansı növə aid olduğunu müəyyən edək. Lamarckın təkamül təliminə baxaq. Ümumiyyətlə, təkamül haqqında bir çox alimlərin fikirləri olmuşdu. Biz əsas olan hansılarsa onları öyrənirik. Lamarckın təkamül təlimi 1809-cu ildə zoologiyanın fəlsəfəsi əsərində Lamarck növlərin dəyişilməsi barədə fərziyyə, yəni bitki və heyvanlar üzvü aləmin tarixi inkişafının təkamül nəticəsidir fikrini ortalığa qoyur və təkamül Latınca evolution çevirmək deməkdir. Yəni sözün tərcüməsi sadədən mürəkkəbə doğru inkişaf prosesidir. Bunu kim deyir? Lamarck deyir. Deməli, Lamarck zoologiyanın fəlsəfə əsərində növlərin dəyişilməsi barədə fərziyyə irəli sürür. Hansı ki, bu fərziyyədə nə deyilir? Bitki və heyvanlar üzvü aləmin tarixi inkişafının təkamülünün nəticəsidir. Yəni təkamül nəticəsində onlar formalaşıb. Baxaq görək necə formalaşıb. Lamarck gradasiyanı, latınca gradasio tədricən yüksəlmə, canlıların quruluşunun tədricən mürəkkəbləşməsini göstərir. Lamarcka görə qradasiyanın əsas hərəkət verici qüvvəsi tərəqqiyə doğru olan daxili meyldir. Onun fikrincə mühit şəraitinə uyğunlaşan orqanizm düzgün qradasiyadan kənara çıxır. Linney sistematikasını təkmilləşdirərək bir deyil, çoxlu əlaməti əsas götürür. Yəni Linney öz təsnifat, yəni sistematik kateqoriyalarında bir növün bir çox əlamətlərini deyil, bir əlaməti götürürdü. Məsəl üçün, eyni çiçəyə baxırdı ki, çiçəklərin rəngləri eynidir. Bunları götürüb bir cinsə daxil edirdi, bir növə daxil edirdi. Yəni bu düzgün alınmırdı. Sonradan baxırdı ki, yəni hər biri fərqli növlərdir. Yəni bunu sonralar müəyyən olunmuşdu. Linneyin təsnifat sistemində dedik bir deyil, yəni onu daha da təkmilləşdirir. Bir deyil, çoxlu əlaməti əsas götürür. Orqanizmlərin qohumluğunu və mənşəyini əsas götürməklə elmi sistematikanı yaradır. Deməli, Lamarckın işləri təkamül təlimi üçün belə deyək, başlanğıclar qoyur. Sadəcə olaraq o tam ətraflı olaraq onu izah edə bilmir. Deməli, təkamül terminini ilk dəfə elmə daxil edən kim olur? Lamarck olur. Qradasiyanı müəyyənləşdirir. Daxili meyl olduğunu deyir. Tərəqqiyə doğru olan daxili meyl. Mühit şəraitinə uyğunlaşan orqanizm düzgün qradasiyadan kənara çıxır. Və bir deyil, bir çox əlaməti əsas götürür, qohumluğu və mənşəyini əsas götürərək elmi sistematikanı yaradır. Burada şəkildə fikir versəz, görürsünüz ki, zürafələrin boynunun uzanmasını daxili meyl kimi, yəni zürafə bunu istəyir və boynunu uzadaraq o, belə deyək, boynunun uzanmasına səbəb olur. Yəni onun daxili meyli və məşq etməsi belə anlama gəlir.
Və Lamarckın təkamül barədə fikirləri hansılar olmuşdu? Biri deyir məşq etmə, yəni məşq edən orqanlar daha yaxşı inkişaf edir, məşq etməyənlər isə sıradan çıxır. Məşq etmə nəticəsində qazanılan əlamətin faydalı olub, yəni irsən nəslə keçməsidir. Məşq etmə və irsən nəslə keçmə. Düzdür, sonralar Lamarckın bu fikirləri belə deyək də tənqid olunur, yəni onun fikirlərinə inanılmır. Çünki alimlər hamısı tənqidinə məruz qoyur onu. Çünki sübutları yox idi, sübut az idi. Yəni yaxşı əsaslandıra bilmirdi, səbəb gətirə bilmirdi. Buna görə də Lamarckın təlimi, yəni müasirləri tərəfindən qəbul edilmir və tənqidlərə məruz qalır. Deməli Lamarck nə edir? Lamarck heyvanların quruluşunu sadədən mürəkkəbə doğru inkişafına görə 14 sinifə və 6 pilləyə bölür. Hansı ki, burada görürük şəkillərini. Deməli birinci sinif adlandırırıq infizorlar, sonra poliplər. Bu birinci pillədə qərar tutur. İkinci pilləyə baxaq, şüalılar, qurtlar. Üçüncü pillədə hansı siniflərdir? Həşəratlar, hörümçək kimilər. Dördüncü pillədə xərçəng kimilər, həlqəvilər, bığ ayaqlılar. Baxın, buğum ayaqlılar deyil, bığ ayaqlılar. Molluskalar və 5-ci pillədə balıqlar, sürünənlər, 6-cı pillədə quşlar, məməlilər. Deməli, qradasiya nə oldu? Tədricən yüksəlmə, daxili meyl, irsən nəslə keçmə, məşq etmə sayəsində. Yəni, Lamarckın fikirləri bunlar idi. Darwin və təkamül təlimi. Baxaq görək, Darwinin işləri nə olmuşdu? Təkamül təlimini bilirik ki, Darwinin adı ilə bağlayırıq, amma baxaq görək, nəyi müəyyən etmişdi Darwin? Darwin 5 illik Beagle gəmisi ilə dünya səyahətinə çıxır. Hansı ərazilərdə olur? Atlantik okean adalarında, Cənubi Amerika, Galapagos adaları, Yeni Zelandiya, Avstraliya, Cənubi Afrika. Bu ərazilərdə tədqiqatlar aparır. Araşdırmaların nəticəsində belə qənaətə gəlir ki, populyasiya daxilində bu mühitə yaşamağa üstünlük qazandıran əlamətlərə malik fərdlər seçilirlər. Nə deməkdir? Yəni, bir populyasiyanın daxilində, tutaq ki, hər hansısa bir populyasiyada, canavar populyasiyasıdır. Bu populyasiyanın daxilində mühitə uyğunlaşan, yəni həmin o mühitdə yaşamağa uyğunlaşan, üstünlük qazandıran əlamətlərə malik fərdlər seçilir. Yəni hansı daha dözümlü olacaq, hansı daha həmin o şəraitə dözəcəksə, həmin o fərdlər seçiləcək. Uzun illərdən sonra 1859-cu ildə Növlərin mənşəyi əsərində irəli sürdüyü təkamül nəzəriyyəsini də bu əsərdə əsaslandırmışdı. Darwinin təkamül təliminin əsas müddaları hansılardır? İntensiv çoxalma. Nədir intensiv çoxalma? Hər bir növün fərdləri çoxlu sayda nəsil əmələ gətirir. Məlum məsələ. Yaşamaq uğrunda mübarizə. İntensiv çoxaldı, hər hansı bir orqanizm deyək, çoxaldı və bu zaman nə baş verəcək? Təbii ki, yaşamaq uğrunda mübarizə. İntensiv çoxalan fərdlərdə nə ola bilər? Qida çatışmazlığı, rəqabət, yırtıcılıq, xəstəliklər meydana çıxacaq və nəticədə fərdlər arasında yaşamaq uğrunda mübarizə baş verəcək. İntensiv çoxaldı, ondan sonra yaşamaq uğrunda mübarizə baş verdi. Və bunun nəticəsində bilirik ki, yaşamaq uğrunda mübarizə, dediyimiz kimi rəqabət var, yırtıcılıq var, xəstəliklər var. Hansılar ki, güclüdür, onlar qalib gələcək. Zəiflər çıxdaş olacaq. Və təbii seçmə yaşamaq uğrunda mübarizədə mühitə uyğunlaşa bilməyən fərdləri cinsi yetkinliyə çatmadan məhv olacaq. Mühitə uyğunlaşanlar isə həyatda salamat qalaraq nəslini davam etdirir. Məlum məsələ, yaşamaq uğrunda mübarizə baş verdi. Belə deyək, həmin mühitə uyğunlaşa bilməyənlər, həmin o rəqabətə dözə bilməyənlər, xəstəliyə dözə bilməyənlər məhv olacaq. Yerdə qalan o güclülər, hansı ki, təbii seçmə nəticəsində yeniləri, yaxşıları salamat qalaraq öz nəslini davam etdirəcək. İrsi dəyişkənlik nədir? Təbii seçmə baş verdi və təbii seçmə nəticəsində müəyyən vaxtdan sonra əvvəlki nəsillə sonrakı nəsillər arasında fərqlər yaranacaq. Belə fərqlər yüzlərlə, minlərlə nəsil ərzində davam edir və bundan sonra nə baş verir? Yeni növ yaranır. Yəni, həmin o təbii seçmə nəticəsində seçilənlər vardı, hansı ki, salamat qaldı, daha güclülərdir. Həmin o güclülər zaman-zaman yeni nəsillərə başlanğıc verəcək və bu nəsillər yarandıqca nə yaranacaq? Təbii ki, onlarda yeni keyfiyyətlər, yeni xüsusiyyətlər və bu da yeni növün yaranmasına şərait yaradacaq. Mühitə uyğunlaşma nədir? İrsi dəyişkənliklər fərdin həyatda yaşamaq şansını artırıb azalda bilir. Bu xüsusiyyətlər canlıların mühit şəraitinə uyğunlaşmasını təmin edir. Yəni, irsi dəyişkənlik nəticəsində yeni növ yarandı, təbii seçmənin nəticəsində növ əmələ gəldi. Həmin o
o növlər irsi dəyişkənliyə məruz qaldı və irsi dəyişkənlikdən sonra yaşadığı həmin o mühitə uyğunlaşa bilənlər belə deyək salamat qalacaq. Yenə burada onun şansını azaldıb artıra bilər. Ola bilər ki, o yeni yaranan növdə hansısa həmin o yaşadığı mühitə uyğunlaşa bilməyəcək və bu zamanda mühitə uyğunlaşma deyirik. İrsi dəyişkənliklər fərdin həyatda yaşamaq şansını artırıb azalda bilər. Ona görə də mühitə uyğunlaşma da vacib rol oynayır. Yəni Darwinin təkamül təliminin müddəalarından biridir. Təkamülün amilləri hansıdır? Ümumiyyətlə təkamül amillərini iki yerə ayırırıq. Darwinin qeyd etdiyi amillər və Darwindən sonra müəyyən olunan amillər. Hansılardır bunlar? Dediyimiz kimi intensiv çoxalma, yaşamaq uğrunda mübarizə, təbii seçmə, irsi dəyişkənlik və mühitə uyğunlaşma. Bu oldu Darwinin qeyd etdiyi amillər. Darwindən sonra müəyyən olunan amillər hansılardır? Populyasiya dalğaları və təcridlər. Danışdıq biz intensiv çoxalmadan. İntensiv çoxalma məlum məsələ. Yaşamaq uğrunda mübarizədən danışaq. Yaşamaq uğrunda mübarizə hansı formaları var? Növ daxili, növlər arası və əlverişsiz mühitlə mübarizə. Baxaq birinci növ daxiliyə. Eyni növ ağac işıq uğrunda mübarizə apara bilər. Eyni növlər qida, hava, su, yaşayış yeri uğrunda, erkəklərin dişlər uğrunda mübarizəsi bunlar daxildir növ daxiliyə. Deməli, eyni növ ağacların işıq uğrunda mübarizəsini deyə bilərik. Eyni növlər hansılar ki, qida, hava, su, yaşayış yeri uğrunda eyni mübarizə apara bilər və erkəklərin dişlər uğrunda mübarizəsinə daxildir. Yəni bunlar hamısı daxildir nəyə? Növ daxili mübarizəyə. Növlər arası nədir? Adından məlum, yəni başqa növlər arasında, müxtəlif növlər arasında həmin növlər eyni cinsə mənsubdursa və oxşar həyat şəraitinə möhtacdırsa, mübarizə daha kəskin. Yırtıcılıq, parazitizm, bir növün digər tərəfindən bir tərəfli istifadəsi, bitkilər, heyvanlar, yəni hansı heyvanlardır? Bitki yeyən heyvanlar, yəni bunların arasında olan mübarizə daxildir növlər arası mübarizəyə. Əlverişsiz mühitlə mübarizə, məsələn, şəkildə gördüyümüz kimi, quraqlıq, soyuq, rütubət, istilik və s. bunlarla mübarizə ola bilər. Nəticədə müxtəlif uyğunlaşmalar yaranır. Məsələn, burada şimal canavar, tülkü, yəni heyvanların, ümumiyyətlə şimal heyvanlarının rənglərinin ağ rəngdə olması onların, yəni soyuq, həmin o mühitə uyğunlaşmasıdır ki, məsələn, dovşanın deyək ki, ağ qarın içərisində görünməməsinə səbəb onun düşmənləri tərəfindən yeyilməməsinin qarşısını alır. Hansı ki, bu da əlverişsiz mühitlə mübarizə adlanır. Morfoloji uyğunlaşma, fizioloji uyğunlaşma, biokimyəvi uyğunlaşma, etoloji davranış uyğunlaşması. Bunlar nədir? Ümumiyyətlə, biz dedik ki, bu biri mən sizə göstərdim. Uyğunlaşma, yaşamaq uğrunda mübarizənin nəticəsində təbii seçmə əmələ gəldi dedik və bu zaman uyğunlaşmalar, yaşamaq uğrunda mübarizə nəticəsində heyvanlarda, canlılar arasında ümumiyyətlə bir növ uyğunlaşmalar yaranır. Hansı uyğunlaşmalardır? Morfoloji uyğunlaşmaya baxaq. Nədir bu? Mühitə uyğunlaşma, xəbərdar edici rəng, maskalanma, mimikriya və mimikriya ikinci növ maskalanma adlanır. Fizioloji uyğunlaşma maddələr mübadiləsinin özünü tənzimləmə mexanizmi, enerjinin çevrilməsi hesabına orqanizmin qorunub saxlanması, yarasalarda maddələr mübadiləsi zəiflədiyinə görə qış yuxusuna gedirlər deyirik. Bunlar fizioloji uyğunlaşmadır. Biokimyəvi uyğunlaşma hüceyrələrdə baş verən biokimyəvi reaksiyalarda özünü biruzə verir. Məsələn, eritrositlərdə olan hemoqlobin molekullarının ancaq müəyyən bir hissəsi qazları birləşdirib daşıma funksiyasını yerinə yetirir. Bu da biokimyəvi uyğunlaşmaya misaldır. Etoloji davranış, yəni uyğunlaşması nədir? Davranış uyğunlaşması deyirik buna. Anadan gəlmə, cütləşmə zamanı davranış, nəslin bəslənməsi və qorunması, yırtıcılardan qorunmaq, miqrasiya. Qazanılmış nədir? Yapon makakası qışda soyuqlar düşəndə dağdan termal su mənbələrinə düşür və uzun müddət ilik suda qızınaraq yaşaya bilirlər. Bu da olur etoloji uyğunlaşma, hansı ki davranış, müəyyən mühit şəraitində, yəni sağ qalması üçün, belə deyək də soyuqdan donmaması üçün bu bir etoloji davranış uyğunlaşmasıdır ki, bu da yaşamaq uğrunda mübarizənin nəticəsində heyvanların bir növ özlərini müdafiə, özlərinin qorunması üçün uyğunlaşmalardır.
Yaşamaq uğrunda mübarizənin nəticəsində baş verən uyğunlaşmalar heyvanlarda hansılardır? Buna baxaq. Heyvanlarda çox nəsil vermə, parazit qurdlar, gəmirici heyvanlar, balıqları misal gətirə bilərik. Hansı ki, burada çox nəsil verirlər ki, yəni nə qədər də növü olsa, nə qədər daha çox olsalar, bu da onların yəni əlverişsiz mühitlə mübarizəsinə və ya da yaşamaq uğrunda mübarizəsi üçün bir növ uyğunlaşmadır. Çox nəsil vermək. Pasiv müdafiə nədir? Pasiv müdafiə heyvanlarda çanaq, zireh, tin, örtük, iynə, yəni tikan bu kimi vasitələrlə özlərinin yəni bunlar müdafiə olunurlar. Buna pasiv müdafiə deyirik. Düzdür, bu bir nisbi xarakter daşıyır. Mütləq ki, onu qoruya bilməz. Sadəcə olaraq, yəni pasiv müdafiəyə misal deyə bilərik. Maskalanma nədir? Canlının hər hansı bir əşyaya, zoğ, daş, budağa oxşaması, yəni cansıza oxşaması. Maskalanma ilə mimikriyanın fərqini indi onu deyirəm. Maskalanma canlının hər hansı bir cansıza oxşaması, əşyaya oxşaması. Mimikriya isə özü müdafiə oluna bilmir, müdafiə oluna bilənə bənzəyir. Məsələn, milçəklər arılara bənzəyir, koramallar zəhərli ilana bənzəyir və s. Bu kimi xüsusiyyətlərinə görə biz onların yaşamaq uğrunda mübarizəsinin nəticəsində baş verən uyğunlaşmaya misal deyə bilərik ki, bu adlanır nə? Mimikriya. Qoruyucu rəng nədir? Qoruyucu rəng yaşadığı mühitə uyğun rəng, yəni yaşıl şalanı görürsüz və yaxud da şimal heyvanların rənglərinin, yəni ağ rəngdə olması, bu da onların yaşamaq uğrunda mübarizəsidir və bir növ uyğunlaşmasıdır. Xəbərdar edici rəng nədir? Parlaq, aydın rənginə görə ətraf mühitdən seçilir. Məsələn, parabüzənlər, məzar böcəkləri, arılar, yəni öz xəbərdar edici rəngləri ilə bir növ yaşamaq uğrunda mübarizə nəticəsində uyğunlaşma qazanmışdır. Yaşamaq uğrunda mübarizə bitkilərdə necə baş verir? Tozlanmaya uyğunlaşma. Çarpaz tozlanan bitkilərdə öz-özünə tozlanmanın qarşısını almaq üçün erkəkcik və dişicik ayrı-ayrı vaxtda yetişir. Yəni bu onsuz da özü ilə tozlanmır. Başqa bir çiçəklə tozlandığına görə bunlarda erkəkcik və dişiciklər ayrı-ayrı vaxtlarda yetişir. Ətirsiz, nektarsız, görkəmsiz çiçəklərə malik olur. Uzun saplaqlı erkəkcikləri olur. Bu da onların küləklə, yəni tozlanan bitkilərdə daha rahat, daha yaxşı, yəni silkələnərək tökülməsinə şərait yaradır. Yəni asan silkələnən çiçək qrupları, yüngül, çoxlu tozcuq dənəcikləri olur. Öz-özünə tozlanan bitkilərdə erkəkcik, dişicik eyni vaxtda yetişir və həşəratla tozlanmada isə əlvan, nektarla zəngin bu kimi uyğunlaşmalar yaranmışdır. Bu da oldu bitkilərdə tozlanmaya uyğunlaşma. Soyuğa uyğunlaşma nədir? Xırda yarpaq, alçaq boyluluq, ağac və kollarda köklərin səthə yaxın yerləşməsi, hüceyrələrdə şəkərin qatılığının artması, suyun az olması bu soyuğa uyğunlaşmadır. Quraqlığa uyğunlaşma isə yarpaqların tikana və pulcuğa çevrilməsi, yarpaq və gövdələrində suyun toplanması, yarpaqların üzəri mum təbəqə ilə örtülür ki, bu zaman köklər çox dərinə gedir. Bəzilərinin ömrü çox, yəni az olur. Daha çox ola bilər, daha az ola bilər. Bu kimi uyğunlaşmalar da quraqlığa uyğunlaşma ilə yaranmışdır. Yəni yaşamaq uğrunda mübarizə nəticəsində bitkilərdə baş verən uyğunlaşmalardır. Təbii seçmə Darwinə görə yaşamaq uğrunda mübarizənin nəticəsidir və təbii seçmə mühit şəraitinə uyğunlaşan fərdlərin, yəni seçilməsi, bunların az və ya heç uyğun gəlməyənlərin isə məhv prosesidir. Yəni həmin bu təbii seçmə nəticəsində daha güclülər, daha yaxşılar qalib gəlir, zəiflər isə çıxdaş olunur və təbii seçmənin hərəkət verici seçmə, disruptiv seçmə, stabilləşdirici seçmə kimi formaları vardır. Hərəkət verici seçmə nədir? Hərəkət verici seçmə Darwin seçməsi də adlanır bu seçmə, çünki Darwin tərəfindən müəyyən olunmuşdu və o nə deyir? Populyasiyanın orta göstəricisindən əlamətlərin müəyyən istiqamətdə dəyişilməsini aparan prosesdir. Yəni baxaq, ilkin vəziyyəti necə idi? Baxın bu xəttə, sonrakı vəziyyəti isə bir qədər daha irəli gedir. Bunu Manchester şəhərində, yəni iri sənaye şəhərlərindən biri olan Manchesterda havanın çirklənməsi ilə əlaqədar olaraq tozağacı qarışcası kəpənəklərinin açıq rənglərinin, yəni azalması, tünd rəngli formaların isə artmasına səbəb olmuşdu. Səbəb nədir? Çünki ağ rəngdə olanlar daha nəzərə çarpırdı o dumanın, tozun içərisində. Onlar daha tez yeyilirdi, amma tünd rəngdə olanlar isə öz
belə deyək də, canlarını qaçıb qurtara bilirdilər. Və hərəkət verici seçməyə başqa bir nümunə kimi burada xəstəlik törədən bakteriyaların antibiotiklərə, zərərverici həşəratların və gəmiricilərdə kimyəvi zəhərlənmələrə qarşı davamlı formaların əmələ gəlməsini göstərə bilərik misal kimi. Və bu oldu hərəkət verici seçmə. Deməli, burada ilkin vəziyyətdir, bu da sonrakı vəziyyətdir. Toz ağacı kəpənəklərini misal kimi dedik. Disruptiv parçalayıcı seçmə Singerin seçməsidir. Singer müəyyən etmişdi bunu. Nədir disruptiv, yəni parçalayıcı seçmə? Populyasiyada eyni mühit şəraitində müxtəlif təcridlər nəticəsində bir neçə formanın yaranmasına imkan verir. Baxaq, ilkin vəziyyət belədir və sonrakı vəziyyətdə isə artıq müxtəlif formalar yaranmış olur. Disruptiv seçmə növdaxili polimorfizmin, yəni nə deməkdir bu? Bir-birindən fərqlənir. Yəni kəskin formada fərqlənən formaların meydana çıxmasıdır ki, bu da məsələn su hövzələrində deyirik qida çatışmır və bu zaman yırtıcı balıqların iri və cırtdan formaları meydana gəlir ki, bu da parçalayıcı seçməyə misaldır. Dedik, su hövzələrində yırtıcı balıqların cırtdan formalarının yaranması aiddir disruptiv, yəni parçalayıcı seçməyə. Bunu kim müəyyən etmişdi? Singer müəyyən etmişdi. Stabilləşdirici seçmə hansı seçmədir? Bu Schmalhausen'in müəyyən etdiyi seçmədir. Hansı ki, növlərin yaşadığı mühitə daha yaxşı uyğunlaşmasına səbəb olan əlamət və xassələrin saxlanmasına xidmət edir. Baxaq, əvvəlki vəziyyət belədir. Bu da sonrakı vəziyyətdir. Buna misal nəyi deyə bilərik? Məsələn, stabilləşdirici seçmə zamanı hər hansısa bir, məsələn, fırtına zamanı deyirik ki, İngiltərədə uzun və qısa qanadlı sərçələr məhv olur. Orta qanadlılar isə salamat qalır. Və stabilləşdirici seçməyə başqa bir nümunə kimi də demək olar. Məsələn, hatteriya, sümüklü balıqlardan latimeria, çılpaq toxumlardan ginkgo bu günümüzə qədər, yəni milyon illər ərzində dəyişmədən gəlib çata bilmişdi. Bunu da kim müəyyən etmişdi? Deyirik, stabilləşdirici seçməni müəyyən edən Schmalhausen olmuşdu. Burada da yenə qrafikdə gördüyümüz kimi əvvəlki vəziyyətdir. Bu da yeni bir vəziyyət. Yəni fırtınada uzun və qısa qanadlı sərçələr məhv olur, orta qanadlılar sağ qalır. Belə qrafikdə bilmək olar ki, yəni bu baxaq orta hissə. Deyirik ki, orta qanadlılar sağ qalır. Burada hansı idi? Əlavə digər formalar yaranmışdı. Burada da yəni hərəkət verici irəliyə doğru, irəliyə gedir belə deyək. Dəyişkənlik nədir? Dəyişkənlik iki cür olur. Qeyri-irsi dəyişkənlik və irsi dəyişkənlik. Qeyri-irsi dəyişkənlik orqanizmin fenotipcə dəyişməsidir. Genotipin dəyişməsi ilə əlaqədar deyil və yaranan əlamətlər sonrakı nəslə irsən keçmir. Bu oldu qeyri-irsi modifikasiya dəyişkənliyi. İrsi dəyişkənlik, mutasiya dəyişkənliyi, bura aiddir gen, xromosom, genom, cinsi somatik, kombinativ dəyişkənlik, nisbətli isə hansıdır? Korrelyativ dəyişkənlik. Deməli, mutasiya dəyişkənliyi gen, xromosom, genom, cinsi somatik, kombinativ dəyişkənlik, nisbətli korrelyativ dəyişkənlik. Bu aiddir irsi dəyişkənliyə. Darwindən sonra təklif olunan təkamülün hərəkət verici qüvvələri hansıdır? Dedik, bunlar populyasiya dalğaları, dalğalarıdır və təcridlərdir. Populyasiya dalğaları Timofeyev Risovski tərəfindən təklif edilmişdi. Elmə gətirəni isə Çetverkov olmuşdu. Təbii şəraitdə populyasiyada fərdlərin sayı mövsümi hadisələrin, yəni iqlim dəyişməsi, yem bolluğu, təbii fəlakət, yanğın, daşqın, güclü şaxta, quraqlıq səbəbindən dəyişə bilir. Populyasiyada fərdlərin sayının dövrü olaraq artıb azalmasına populyasiyanın həyat dalğaları deyilir. Deməli, Darwindən sonra təklif olunan təkamülün hərəkət verici qüvvələrindən biri nə oldu? Populyasiya dalğaları. Bura əsas səbəb nə oldu populyasiya dalğalarının baş verməsinə? İqlim dəyişməsi, yem bolluğu, təbii fəlakətlər. Təcridlər nədir? Müxtəlif maneələrin, təcridlərin olması sayəsində növ populyasiyaları sərbəst cütləşə bilmir. Maneələr hansılardır? Məsələn, coğrafi təcridlər ola bilər, bioloji təcridlər ola bilər. Coğrafi təcridlər çaylar, göllər, dalğalar, iqlim, torpaq, bu coğrafi təcridlərə aiddir. Bioloji təcridlər isə bitkilərdə çiçəkləmə və tozlanma vaxtlarında tozcuqların yetişmə sürətində olan fərqləri deyə bilərik. Heyvanlarda da cinsiyyət orqanlarının quruluşunda, cütləşmə və yuva qurma vaxtlarında olan fərqlərdir ki, bu da növün əmələ gəlməsi zamanı təcridlər yarada bilir. Bunlar da hansılar oldu? Coğrafi təcridlər, bioloji təcridlər.
Filipchenko təkamül prosesini mikro və makro olaraq ayırmağı təklif edir. Darwinə görə həyat şəraitinin dəyişməsi ilə təbii seçmənin də istiqaməti dəyişir. Bu zaman valideyn formaların əlamətlərinin ayrılması divergensiyası nəticəsində onlarda müxtəlif uyğunlaşmaların formalaşmasına səbəb olur. Növ daxilində baş verən bu mikrotəkamül prosesi yeni növün əmələ gəlməsi ilə başa çatır. Tarixən qısa müddətdə baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Yəni bu nədir? Mikrotəkamül. Mikrotəkamül bir insan gözünün qarşısında baş verə bilən təkamüldür. Ona görə buna mikro, kiçik təkamül deyirik. Sonda nə əmələ gəlir? Yeni növün əmələ gəlməsi ilə başa çatır. Ümumiyyətlə mikrotəkamül, yəni növ əmələ gəlməni biz bölürük iki yerə. Coğrafi növ əmələ gəlmə və ekoloji növ əmələ gəlmə. Coğrafi növ əmələ gəlmənin də hansı növləri var? Arealın genişlənməsi ilə əmələ gələn növ əmələ gəlmə, arealın hissələrə parçalanması ilə. 9-cu sinif dərsliyimizdə bu dərsin üzərində istəyirəm göstərim sizə nə deməkdir? Dediyimiz kimi yenə mikrotəkamül nədir? Növün əmələ gəlməsi ilə başa çatan təkamüldür və insan gözünün qarşısında baş verə bilən təkamüldür. Növ əmələ gəlmədə dedik ki, növ əmələ gəlmə iki forması, coğrafi və ekoloji növ əmələ gəlmə var. Coğrafi növ əmələ gəlmə necə baş verir? Arealın genişlənməsi, arealın hissələrə parçalanması. Areal nədir? Hər hansısa bir ərazi, bir yer. Ya həmin o ərazi genişlənəcək və yaxud da ərazi hissələrə bölünəcək. Arealın genişlənməsi nəticəsində nə olacaq? Bax, buna misal olaraq biz nəyi deyirik? Sibir qaraşamının yeni şəraitə düşməsi populyasiya fərdlərində irsi dəyişkənliyin meydana gəlməsinə səbəb olur və çarpazlaşma nəticəsində yeni gen kombinasiyaları yaranır ki, bu da Daur qaraşamının növünün yaranması ilə nəticələnir. Deməli, nə baş verdi? Uraldan Baykala qədər ərazidə areal genişlənir. Areal genişləndi və bu zamanda yeni, yəni mutasiyalar yaranacaq təbii ki, bu çoxalma prosesində və meydana gələn xüsusiyyətlər çarpazlaşma nəticəsində yeni gen kombinasiyaların yaranmasına səbəb olacaq ki, bu da Daur qaraşamının əmələ gəlməsi ilə nəticələnəcək. Arealın hissələrə parçalanması nədir? Bəs baxaq, müəyyən bir ərazidir. Həmin bu ərazidə areal hissələrə parçalanır. Necə parçalana bilər? Səbəb nə ola bilər? Burada müxtəlif səbəb ola bilər. Adından məlum coğrafi növ əmələ gəlmədir. Müxtəlif amillər ola bilər. Bura nə bilim buzlaqlar ola bilər, hava şəraiti ola bilər, zəlzələ ola bilər. Bu kimi əlamətlər, daha doğrusu səbəblər arealın hissələrinin parçalanmasına səbəb olacaq ki, nəticədə yeni növ əmələ gəlmiş olacaq. Bu da oldu coğrafi növ əmələ gəlmənin arealın hissələrə parçalanması forması. Maraqlıdır, baxaq. 1971-ci ildə İtaliyanın Podmusavra adasına qonşu adadan 10 divar kərtənkələsi gətirirlər və bir neçə 10 illikdən sonra onların ilkin koloniyasının nümayəndələri ilə müqayisə edib görürlər ki, divar kərtənkələləri yeni mühitə uyğunlaşaraq yaşıl bitkilərlə qidalanır. Sərt yarpaqları çeynədiklərinə görə onların çənələri daha möhkəmlənmiş, başları isə böyümüşdü. Divar kərtənkələlərinin bağırsaqlarını kameralara bölən əzələlər yaxşı inkişaf etmişdi. Bunun nəticəsində qida bağırsaqda daha yavaş hərəkət etdiyi üçün bakteriyaların qidaya təsir vaxtı da uzanmışdı. Deməli, bu nə ilə əlaqədardır? Yeni mühitə uyğunlaşma ilə əlaqədar olaraq növün əmələ gəlməsidir. Yəni, yeni növ əmələ gəlməsidir. Artıq kərtənkələ həminki kərtənkələ olmur. Artıq yeni bir formaların meydana çıxması nə ilə əlaqədardır? Yaşadığı mühitə uyğunlaşma ilə əlaqədar. Ekoloji növ əmələ gəlməyə baxaq. Ekoloji növ əmələ gəlmə nədir? Burada areal daxilində baş verir. Yəni həyat şəraiti dəyişir. Bu zamanda bunun gen tərkibinin dəyişməsinə səbəb olur. Yəni bu hadisə o qədər dərinləşir ki, nəticədə bioloji təcrid yaranır. Qidaya ixtisaslaşma ilə əlaqədar deyirik, arı quşunun 5 növü yaranmışdır. Hansı ki, burada iri arı quşun deyirik, qara arı quşu, abuca, kəkilli arı quşu, bir də var qayçqa. Qayçqa arı quşusuna mavi arı quşu da deyilir. Belə də rast gələ bilərsiniz dərsliklərdə. Burada adı verilməyib onun. Qayçqa da deyirik. Bunlar nə ilə əlaqədardır? Qidaya uyğunlaşma ilə əlaqədar. Yəni qidaları müxtəlif, hərə müxtəlif, məsəl üçün kəkilli arı quşu deyirik, ini yarpaqlı ağacın toxumları ilə qidalanır. İri arı quşu, qara arı quşu, abuca kiçik həşəratlarla qidalanır.
Bu proses deyirik o qədər dərinləşir ki, nəticədə bioloji təcridlər yaranır, hansı ki, qidaya ixtisaslaşma ilə əlaqədar olaraq arıquşu cinsinin 5 növü yaranır və bunlar da dediyim kimi həşəratlarla qidalananlar var, toxumla qidalananlar var ki, bu da gen tərkibinin dəyişməsi ilə nəticələnir və yeni növün əmələ gəlməsi ilə sonlanır. Növ əmələ gəlmə prosesi müasir dövrdə də deyirik davam edir. Mikrotəkamülün müxtəlif vaxtlarında növ əmələ gəlmənin bir yolu digərini əvəz edə və digər fəaliyyət göstərə bilər. Yeni növün əmələ gəlməsi ilə mikrotəkamül başa çatır. Bizim danışdığımız nə oldu? Mikrotəkamül kiçik təkamüldür. İnsan gözünün qarşısında baş verən təkamüldür və sonu da nə ilə nəticələnir? Növün əmələ gəlməsi ilə.